Multizan D3 D vitamini ehtiyacını tam ödəyir. Marketdə satılan hansı məhsullarda palma yağı var? Mediada tez-tez qarşımıza çıxan palma yağı zərərlidir, palma yağı can alır fikirləri nə qədər doğrudur? Siz bu haqda nələr bilirsiniz? Bildiklərinizi rəylərdə yazsanız çox sevinərəm. Siz yazarkən mən də sizin sağlamlığınızın qeydinə qalıb palma yağından danışacağam. Diqqət ekrana. Dəyərli izləyicilərim, bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı sizdən xahiş edirəm. Uzun müddətdir ki, palma yağı müzakirə mövzusuna çevrilib. Xüsusilə də marketlərdə nəsə alarkən bizi 2 dəfə düşünməyə vadar edir. Təbii ki, məhsullar qiymətlərinə, markalarına görə çeşidlənir. Lakin tərkibində palma yağı olub-olmayan məhsulların çeşidlənməsi təəssüf ki, yoxdur. İndoneziyada və Malayziyada bitən bir palma növündən əldə edilən palma yağı dünya miqyasında sənaye xammalı kimi istifadə edilir. Bu palma çox məhsuldardır. Emal edilən qidaların və qablaşdırılan məhsulların istehsalında daha çox palma yağına üst tutulur. Çünki qiyməti ucuzdur və hazırlanan məhsul da ucuz başa gəlir. Sənayedə istifadəsinin kökündə bolluğu dayanır. Bitki mənşəli yağlar arasında həm asan, həm də ucuz əldə edilməsi ilə seçilir. Omega-6 ilə zəngin olan palma yağı haqda ən müsbət fikirləri Türkiyəli həkim Canan Karatay söyləyib. Onun fikrincə palma yağı qəbul etməsək, omega-6 əksikliyi səbəbilə yaranan xəstəliklər yaxamızı buraxmaz. Mübahisəli mövzulardan biri də palma yağı ilə xurma yağının eyni şey olub-olmamasıdır. Məlumat üçün deyim ki, hər iki yağ eyni bitki ailəsinin nümayəndələrindən əldə edilir. Üstəlik qeyd etməliyəm ki, palma yağının öz təsirini göstərməsi üçün onun 200 dərəcəli istiliyə məruz qalması vacibdir. Bəs palma yağı trans yağdırmı? Zərərlidirmi? Sualı ətrafında da çox düşündüyünüzdən əminəm. Bilməlisiniz ki, trans yağlar təbii yağlar deyil. Buna nəzərən xurma yağı palma yağından daha məsumdur deyim, biraz təsəlli qaynağı olsun. Yəni hər iki yağ trans yağı deyil, bitki yağıdır. Sadəcə xurma yağı palma yağına nisbətən daha yaxşıdır. Palma yağının zərərləri nələrdir? Palma yağları yüksək temperaturda rəfinə edildiyi üçün zərərli hala gəlir. Yüksək istiliyə məruz qalmasının səbəbi isə təbii qırmızı rənginin itirilməsi və tünd qoxusunun yox edilməsidir. Düzdür, mütəxəssislər palma yağının zərərli olub-olmaması barədə mübahisə edirlər. Fikirlər çoxdan açıqlanıb. Yenə də istifadə seçimi sənin, mənim və digərlərinin ixtiyarına qalıb. Mütəxəssislərdən bəziləri deyir, yüksək temperatura məruz qalmış palma yağı ürək xəstəlikləri riskini çoxaldır, yüksək təzyiqə səbəb olur. Amma aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, palma yağı yalnız heyvanlara kanserogen təsir göstərir. Qaldı ki, insanlara elmi araşdırmalar hələ ki dəqiq bir nəticəyə gələ bilməyiblər. Yaxud da ki, bizdən nələrisə gizlədirlər. Təbii ki, əlimizdə fakt olmadığı üçün bunu heç cürə təsdiq edə bilmərik. Bir də təəssüflə qeyd etməliyəm ki, palma yağının sənayedə istifadəsi təbiətə daha çox zərər verir. Günbəgün daha çox palma kəsilir. Hər ağacla birlikdə planetimizin ağciyərləri zədələnir. Həmin ağacları özlərinə məskən seçmiş tropik heyvanlar məcburən oradan uzaqlaşır. Başqa bir məkana adaptasiya olmağa çalışırlar. Təəssüflə deməliyəm ki, çoxu da bu mübarizədən sağ çıxmır. Bəs maraqlıdır, marketlərdəki hansı məhsullarda palma yağı var? Palma yağı zərərlidir cümləsi bir çox istehsalçı şirkətə təsir edib. Şokolad yağlarında palma yağı olması məsələsi dünya mediasında müzakirəyə çıxarılandan sonra əksər məhsullara qarşı ehtiyatlılıq nəzərə çarpmaqdadır. Məcbur qalan istehsalçı şirkətlər dəfələrlə məhsulların tərkibi barədə hesabatları media vasitəsilə insanlara təqdim edib. Qısası deyim ki, şirin məhsulların, çipsi, suxarı kimi atışdırmalıqların, hazır şorbaların, hazır bulyon tabletləri, biskvitlərin, çərəzlərin, səhər süfrələrini bəzəyən fıstıq, fındıq, şabalı dəzmələrinin əksəriyyətində palma yağı var. Etiketlərdə palm oil yaxud da ki palma yağı yazıları varsa, demək məhsulun istehsalında palma yağından istifadə olunub. Alıb-almamaq artıq sizin seçiminizdir.
İçərisində palma yağı olmayan məhsullar hansılardır? Marketdə almaq istədiyiniz məhsulu əlinizə götürün. İçindəkilər yaxud tərkibi sözləri yazılan yerə baxın. Əgər palma yağı sözləri yoxdursa, demək məhsulun istehsalında palma yağından istifadə olunmayıb. Təbii ki, tərkibində palma yağı olmayan məhsulla olanın qiymətində fərq var. Buna görə də büdcənizi hesablamaq da, nəyə alıb almamaq da sizin öz öhdənizə qalıb. Bəs palma yağının heç faydası yoxdurmu? Mən sadalayıram. Özünüz qərar verin. Tərkibindəki Y vitamini sayəsində sabun istehsalında və kosmetologiyada, xüsusilə də saça qulluq vasitələrində istifadə olunur. Saçlara canlılıq və parlaqlıq verir. Dəriyə qulluq vasitələrində də palma yağı xammal kimi faydalıdır. Xüsusilə qırışlara qarşı olan kremlərin, losyonların tərkibində var. O hüceyrələrin yenilənməsinə xidmət edir. Bəzi elmi araşdırmalar palma yağının kataraktanın əmələ gəlməsinə mane olduğunun da qənaətindədir. A, D və Y vitaminlərinə sahib olan palma yağı insana enerji verir. Omega-6 yağ turşuları baxımından zəngindir. Qeyd edim ki, omega-6 saçların uzanmasını və sağlamlığını təmin edir. Palma yağı harada istifadə olunur? Yemək bişirmək üçün istifadə etdiyimiz yağların əksəriyyətində, xüsusilə margarinlərdə, dondurmalarda, şokoladlarda, fast foodlarda, şirin çərəzlərdə, emala məruz qalmış qidaların əksəriyyətində, gözəl qoxulu maye yuyucu vasitələrdə, sabunlarda, şampunlarda, dodaq boyalarında, dırnaq boyalarında, sənaye yağlarında və bioloji yanacaqlarda. Siyahıya baxsanız görərsiniz ki, həyatımızın hər anında palma yağı ilə qarşılaşmaq şansımız var. Onunla yaşamağı qəbul edib etməmək artıq özümüzə qalıb. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlükdə bizdən bu qədər. Bu kimi videoların davamını görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Mövzumuzla bağlı fikirlərinizi şərh bölməsində gözləyəcəm. Bizi həmçinin Facebook və TikTok hesablarımızdan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayətdir. Növbəti videolarımızda görüşənədək. Hələlik.